Salam, hörmətli abituriyentlər. Deməli, bugünkü dərs izahlımız olacaq çevrə üzrə bərabər sürətli hərəkət. Deməli, hörmətli abituriyentlər, çevrə üzrə bərabər sürətli hərəkət əyri xətli hərəkətin ən sadə növüdür. Deməli, çevrə üzrə bərabər sürətli hərəkəti qısaca izah edək. Çevrə üzrə bərabər sürətli hərəkəti xarakterizə edən birinci kəmiyyət, deməli, dönmə bucağıdır. Dönmə bucağı. Dönmə bucağı, deməli, fi hərfi ilə işarə olunur. Fi hərfi ilə. Dönmə bucağı necə biz izah edə bilərik? Fərz elə çevrədir. Çevrə də riyaziyyat kursundan bilirsiniz, tərif. Müstəvi üzərində götürülmüş bir dənə nöqtədən bərabər uzaqlıqda yerləşən nöqtələr çoxluğuna çevrə deyilir. Çevrənin, deməli, mərkəzini çevrənin istənilən nöqtəsi ilə birləşdirən düz xəttdə onun radiusu deyilir. Məsələn, tutaq ki, cisim A nöqtəsindədir, müəyyən zaman keçəndən sonra gəlir tutaq ki, B nöqtəsinə. Deməli, A-dan B-yə müəyyən bir qövs çizir. Həmin qövsün uzunluğunu L ilə işarə eləsək, radius vektorunun döndüyü bucağı da nə ilə işarə eləyə bilərik? Fi ilə işarə eləyə bilərik. Onda, deməli, dönmə bucağı nəyə deyilir? Dönmə bucağı fi bərabərdir. Deməli, çevrə qövsünün uzunluğunun radiusu olan nisbətinə bərabər olan skalya kəmiyyətə dönmə bucağı deyilir. Və yaxud da belə də deyə bilərik. Radius vektorunun döndüyü bucağa dönmə bucağı deyilir və vahidi olacaq radian və qısaca rad kimi yazılır. Deməli, fi burada dönmə bucağıdır. L cismin cızdığı qövsün uzunluğudur. R də çevrənin, deməli, radiusudur. Dönmə bucağının vahidi olacaq, deməli, radian. Deməli, biz bilirik ki, bir radian elə dönmə bucağına deyilir ki, cismin cızdığı qövsün uzunluğu çevrənin radiusuna bərabər olsun. Məsələn, tutaq ki, mən 60 dərəcəni radiana çevirmək istəyirəm. 60 dərəcəni radiana çevirəndə pi-yə vurub 180 dərəcəyə bölürəm. Bu da eləyəcək nə? Pi bölünmüş, tutaq ki, 3 radian. Və yaxud da, məsələn, istəyirəm ki, 90 dərəcəni radiana çevirim. Bu da eyni qayda ilə. Pi-yə vurub 180-ə bölürəm. Bu da eləyəcək, deməli, pi böl 2 radian. Bu belə. Deməli, dönmə bucağı skalyar kəmiyyətdir. Növbəti ikinci kəmiyyət, çevrə üzrə bərabər sürətli hərəkəti xarakterizə edən ikinci kəmiyyət dövr etmə periodudur. Dövr etmə periodudur. Dövr etmə periodu böyük T hərfi ilə işarə olunur. Böyük T hərfi ilə. Periodu necə biz izah edə bilərik? Bir dənə çevrə çəkək. Period nədir? Deməli, tam bir dövrə sərf olunan zamana. Tutaq ki, cisim A nöqtəsində idi. Müəyyən zaman keçəndən sonra bu gəlir nəyə? Tutaq ki, yenə A nöqtəsinə. Bu adlanır, deməli, dövr etmə periodu. Period, yəni cisim hansı nöqtədən çıxıbsa, yenə həmin nöqtəyə qayıdırsa, bu adlanır dövr etmə periodu. Period böyük T hərfi ilə işarə olunur. Deməli, T böl N. Belə də deyə bilərik. Bax, deməli, dönmə belə deyə bilərik. Bax, bunun tərifin bir tam dövrə sərf olunan zamana bərabər olan müsbət skalyar kəmiyyətə dövr etmə periodu deyilir. Çevrə üzrə bərabər sürətli hərəkətdə dövr etmə periodu, deməli, 0 ola bilməz. Yəni, 0-dan fərqli qiymət alır. Periodun vahidi olacaq saniyə. Və period ölçülür saniyə ölçənlə. Burada T zamandır, N dövrlər sayıdır. Dövrlər sayının vahidi yoxdur. Böyük T-də dövr etmə periodudur. Dövr etmə periodu, deməli, dövr etmə periodu T-dən, N-dən asılı deyil. Bax, bunu yadda saxlayın. Amma böyük N T-dən xətti olaraq, deməli, asılıdır. Yəni, dövrlər sayı zamanla xətti olaraq asılıdır. Yəni, buradan biz N bərabərdir. T böl T düsturundan görülür ki, dövrlər sayının vahidi yoxdur. Yəni, saniyəni saniyəyə böləndə vahidi yoxdur. Yəni, fizikada ümumiyyətlə ədəd vahid qəbul olunmur.
Period müsbət skalyar kəmiyyətdir. Vahidi saniyədir. Skalyar kəmiyyətdir. Skalyar kəmiyyətdir. Üçüncü kəmiyyət olacaq bizdə. Üçüncü kəmiyyət olacaq bizdə. Deməli, dövr etmə tezliyi. Dövr etmə tezliyi. Dövr etmə tezliyi, deməli, balaca n hərfi ilə işarə olunur. Yəni ki, belə deyə bilərik tərifi. Balaca n bərabərdir, böyük n bölünmüş t. Yəni, vahid zamanda dövrlər sayına bərabər olan müsbət skalyar kəmiyyətə dövr etmə tezliyi deyilir və yaxud da dövrlər sayının dəyişmə yeyinliyini xarakterizə edən skalyar kəmiyyətə dövr etmə tezliyi deyilir. Vahidi olacaq, deməli, 1 bölünmüş saniyə və yaxud da saniyənin üstü -1 və yaxud da hertz kimi qəbul olunur. Eyni zamanda da, hörmətli abituriyentlər, deməli, dövr etmə tezliyi nə n-dən, nə də t-dən asılı deyil. Aydın oldu. Tezlik də eyni qaydada, bax. Tezlik də eyni qaydada, deməli, ölçülür saniyə ölçən cihazı vasitəsilə. İndi, hörmətli izləyicilər, deməli, bunu yadda saxlamaq lazımdır ki, məsələn, tutaq ki, bizə lazımdır yerin öz ox ətrafında fırlanma periodu. Yerin öz ox ətrafında fırlanma periodu, yəni bir dəfə yer fırlananda 24 saatı başa vurur. Sonra, saat bir dəfə fırlananda 12 saatı başa vurur. Sonra, dəqiqə bir dəfə fırlananda, deməli, 60 dəqiqəni başa vurur. Və yaxud da 1 saat deyirlər buna. Sonra, saniyə əqrəbi bir dəfə fırlananda olur 60 saniyə və yaxud da 1 dəqiqə. Bunları hökman, deməli, yadda saxlamalısınız. Periodla tezlik arasında əlaqə düsturu. Deməli, period ilə tezlik arasında əlaqə. Hörmətli abituriyentlər, biz bilirik ki, periodun düsturunu bayaq yazdım. Balaca t böl böyük n, tezliyin düsturunu da yazdım. Böyük n böl balaca t. Və bunları tərəf-tərəfə vursam, olacaq t vur n bərabərdir 1. Və buradan alıram ki, böyük t bərabər 1 böl n, balaca n bərabərdir 1 böl böyük t. Yəni, periodla tezlik tərs kəmiyyətlərdir. Yəni, period artanda tezlik azalır. Tezlik artanda period azalır. Periodla tezlik tərs mütənasib kəmiyyətlərdir. Tərs mütənasib. Tezliklə də period tərs mütənasibdir. Tezliklə də period. Yəni, qrafikləri belə olacaq, bu cür. Və hörmətli abituriyentlər, deməli, dördüncü kəmiyyət olacaq bizdə. Dördüncü kəmiyyət olacaq bizdə. Deməli, bucaq sürəti. Bucaq sürəti. Bucaq sürəti omega hərfi ilə işarə olunur. Omega. Omega. Yəni, tərifi belə veririk. Deməli, dönmə bucağının bu dönməyə sərf olunan zamana nisbəti ilə ölçülən fiziki kəmiyyətə bucaq sürəti deyilir. Yəni, bucaq sürətinin düsturu belə olacaq. Omega bərabərdir delta fi böl delta t və yaxud da belə də demək olar. Dönmə bucağının dəyişmə yeyinliyini xarakterizə edir. Bucaq sürətinin vahidi olacaq, deməli, radian bölünmüş saniyə. Yəni, dönmə bucağının vahidi radiandır, zamanın vahidi saniyə olacaq. Radian böl saniyə. İndi biz bilirik ki, bucaq sürəti nə t-dən, nə fi-dən, nə n-dən, nə də əqrəblərin uzunluğundan asılı deyil. Bax, bunu hökmən yadınızda saxlayın. Və bucaq sürətinin zamandan asılı qrafikində. Bax, qrafikində. Grafiklə zaman oxu arasında qalan fiqurun sahəsi, hörmətli abituriyentlər, bizə verir. Deməli, bu ştrixlənmiş fiqurun sahəsi bizə nəyi verir? Deməli, dönmə bucağını. Eyni zamanda belə də deyə bilərik. Bucaq sürəti delta fi böl delta t'dir. Bu da bərabərdir
Finin zamana görə törəməsi. Törəmə verir bizə. Amma fi ilə t, yəni kəsirin sürəti ilə məxrəci düz mütənasib olaraq asılıdır. Yəni fi ilə t bax bu cür asılıdır. Xətti asılıdır. Aydındır? Bucaq sürətinin digər düsturları var, hörmətli abituriyentlər. Yəni bucaq sürətini biz yazırıq delta fi böl delta t. Bunu belə də yaza bilərəm. Bax bunu izahı nədir? Bax izahı, əsas izahı başa düşmək lazımdır. Yəni bax bu radius vektoru olsun bu. Bax bu radius vektoru olsun. Tutaq ki A nöqtəsində idi. Radius vektoru bir dəfə fırlananda nə qədər bucağı başa vurur? Deməli 360. 360-da 2 pi deməkdir də. Həmin o 360-ı nə qədər vaxtda başa vurur? Bir perioda. 2 pi 1 böl. Bax bu 1 böl t'dir. Bax bu 1 böl t'dir. 1 böl t'dir. 1 böl t'nin yerinə nə yazacağam? N. Sonra n'in yerinə nə yazacağam? N'in yerinə yazacağam. Böyük n böl t. Və buradan da alıram ki, qrafikləri də qura bilərəm. Məsələn, omeqanın tutaq ki, t'dən asılılıq qrafiki tərs mütənasibdir. Sonra, məsələn, omeqanın n'dən asılılıq qrafiki düz mütənasibdir. Məsələn, omeqanın n'dən asılılıq qrafiki sabitdir, n'dən asılı deyil, t'dən də asılı deyil. Aydın oldu. Bu oldu deməli bucaq sürəti. Bucaq sürəti də bax deyim sizə, deməli aksial kəmiyyətdir. Aksial kəmiyyətdir deyəndə düzdür, orta məktəbdə keçirilmir o. Bucaq sürəti ümumiyyətlə saniyə ölçəndən ölçülür. Bucaq sürəti aksial kəmiyyətdir. Yəni o qəbullar universitetlərdə keçirilir. Yəni vektorial kəmiyyət kimi qəbul olunur. Amma deməli orta məktəb dərsliyində o deməli qəbul olunmur. İndi hörmətli abituriyentlər, 5-ci kəmiyyət olacaq çevrə üzrə bərabər sürətli hərəkəti xarakterizm. 5-ci kəmiyyət olacaq xətti sürət. Xətti sürət V hərfi ilə işarə olunur. Deməli, xətti sürət nədir? Deməli, çevrə üzrə cismin hərəkət sürətinə xətti sürət deyilir və yaxud da belə də demək olar. Çevrə üzrə hərəkətdə toxunan istiqamətdə yönələn sürətə xətti sürət deyilir və xətti sürət istənilən nöqtədə çevrəyə toxunan istiqamətdə yönəlir. Və eyni zamanda radius vektoruna perpendikulyardır. Məsələn, tutaq ki, çevrə bu istiqamətdə fırlanır. Məsələn, bu R olsun. Tutaq ki, cisim də A nöqtəsindədir. Sürət həmişə xətti sürət çevrəyə toxunan istiqamətdə yönəlir. Məsələn, B nöqtəsində necə olacaq? Xətti sürət çevrəyə həmişə toxunan istiqamətdə yönəlir. C nöqtəsində necə olacaq? Bax, bu cür. Bəs D nöqtəsində necə olacaq? Bax, bu cür. Və radius vektoruna görürsünüz. Radius vektoruna perpendikulyardır. Bax, görürsünüz. Radius vektoruna perpendikulyardır. Radius vektoruna perpendikulyardır. Radius vektoruna perpendikulyardır. Xətti sürət yadınızda saxla olun. Çevrə üzrə hərəkətdə xətti sürətin modulu dəyişmir. Yəni biz bunu belə də yaza bilərik. Və ya yaza bilərik V bərabər konstant. Və qrafikdə hörmətli abituriyentlər, deməli xətti sürətin modulu zamandan asılı deyil. Çevrə üzrə bərabər sürətli hərəkətdə. Xətti sürət V bərabər L böl T'dir. L nədir? Yəni cisim bir dəfə fırlananda nə qədər yol gedir? Çevrənin uzunluğu qədər, düzdür? Məsələn, A nöqtəsindədir, fırlanır, gəlir yenə A nöqtəsinə. Çevrənin uzunluğu qədər yol gedir. Çevrənin uzunluğu 2 pi-r'dir. Həmin o 2 pi-r nə qədər vaxta gedir? Bir perioda. Gördün? Xətti sürətin düsturu alındı. 2 pi-r böl t. 2 pi-r, həmin bax bu 1 böl t-nin deyinə n yaza bilərəm. Və yaxud da 2 pi-r, balaca n-in yerinə yazacağım, böyük n böl t. Və yaxud da bu 2 pi böl t-nin yerinə omega da yaza bilərəm. Omega var R. Və yaxud da yaza bilərəm, omega ilə fi böl t də yaza bilərəm və s. və s. Belə yaza bilərəm. Və eyni zamanda da buradan mən yolu da tapa bilərəm. Bax, buradan yolu tapa bilərəm. L bərabər VT və yaxud da yaza bilərəm, V-nin yerinə yazacağım 2 pi R böl T vır T. Və yaxud da yaza bilərəm 2 pi R N vır T. Və yaxud da yaza bilərəm omega R vır T.
belə yaza bilərəm. Aydındır? Və yaxud da yaza bilərəm. Deməli, L bərabərdir və yaxud da yaza bilərəm 2pi R böyük N. İndi xətti sürətin qrafiklərini quraq. Bir dənə qrafiklərini quraq. Xətti sürətin tutaq ki, məsələn, periodla asılılıq qrafiki necə olacaq? Tərs mütənasib. Radius sabit qalsa burada. Sonra, məsələn, xətti sürətin tutaq ki, radiusdan asılılıq qrafiki nə olacaq? Əgər period sabit qalsa, onda nə olacaq? Düz mütənasib olacaq. Məsələn, xətti sürətin bucaq sürətinə əlaqə düsturu V bərabər omega R. R sabit qalsa, onda bucaq sürəti ilə düz mütənasib olaraq deməli dəyişəcək. Aydındır? Bu oldu xətti sürət haqqında məlumat. Bir də var mərkəzə qaçma təcili. Deməli, mərkəzə qaçma təcili nədir? Çevrənin deməli neçənci kəmiyyəti olacaq bizdə? 6-cı kəmiyyət olacaq. Deməli, mərkəzə qaçma təcili. Mərkəzə qaçma təcili. Mərkəzə qaçma təcili ümumiyyətlə çevrənin istənilən nöqtəsində çevrənin mərkəzinə doğru yönələn təcilə mərkəzə qaçma təcili deyilir və mərkəzə qaçma təcili sürətə həmişə perpendikulyardır. Məsələn, tutaq ki, cisim bu istiqamətdə fırlanır. A nöqtəsində sürət çevrəyə toxunandır. Onda təcilin istiqaməti nə olacaq? Mərkəzə. İstənilən nöqtədə hara yönəlir? Mərkəzə. Görürsən, bunlar bir-birinə perpendikulyardır. Eyni zamanda xətti sürət bax bu istiqamətdə yönəlir. Birinci xətti sürətlərin istiqamətini çəkər. Xətti sürət. Təcil istənilən nöqtədə hara yönəlir? Mərkəzə. Mərkəzə. Görürsünüz? Mərkəzə. Bax, burada da mərkəzə. Deməli, radius sürətə həmişə perpendikulyardır. Və eyni zamanda çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzə qaçma təcilinin deməli modulu dəyişmir. Yəni A bərabərdir, belə yazırıq, konstant və yaxud da bunu belə də yaza bilərik. A bərabər konstant. Yəni təcilin modulu dəyişmir. Yəni təcil zamandan asılı deyil modulu. Aydındır, bax qrafik belə olacaq. Mərkəzə qaçma təcilinin düsturu, hörmətli abituriyentlər, A bərabərdir V kvadrat bölü R-dir. Biz V-nin düsturları vardı, yazmışdıq o yuxarıda 2pi R bölü T, sonra 2pi Rn, omega R. O düsturları yazsaq yerinə. Onda təcilin düsturu belə olacaq. 4pi kvadrat R, 4pi kvadrat R bölü T kvadrat. Sonra olacaq 4pi kvadrat R vır N kvadrat. Belə də yaza bilərik. Və yaxud da yaza bilərik 4pi kvadrat N kvadrat R böl T kvadrat. Və yaxud da yaza bilərik omega vır R. Omega R hardan gəldi? Bu 4pi kvadrat böl T kvadratı yerinə omega yazanda olur omega R. Və yaxud da yaza bilərəm omega kvadrat, üzr istəyirəm, omega kvadrat R. Sonra yaza bilərəm omega vır R. Parçaladım bunu. Omega R-in yerinə V yazsam olacaq omega vır V. Belə də yaza bilərəm. Və yaxud da çox yazmaq olar. Məsələn, istəsəm burada, hörmətli izləyicilər, istəsəm omeganın yerinə yaza bilərəm 2pi böl T vır V. Belə də yaza bilərəm. Və yaxud da yaza bilərəm burada. Və yaxud da yaza bilərəm omeganı saxlayaram. Məsələn, V-nin yerinə yaza bilərəm 2pi R böl T yaza bilərəm. Və yaxud da omega vır 2pi R N kimi də yaza bilərəm. Bax, belə də yaza bilərəm. Bildi? Düsturu çoxlu formada qeyd edə bilərik. İndi məsələn A-nın təcilini tutaq ki, məsələn təcilin tutaq ki, sürətdən asılılıq qrafiki. Halbuki radius sabit qalır. Onda A bərabər V kvadrat bölü R var. Orada R sabitsə V ilə düz kvadratik asılıdır. Və yaxud da məsələn tutaq ki, mənə deyir ki, V sabit qalsın.
V sabit qalsın. Təcilin radiusdan asılı qrafikini qur. Yenə A bərabər V kvadrat bölü R. V sabitdirsə, aynən R tərs mütənasibdir. Və yaxud da, məsələn, tutaq ki, A-nın, misal üçün, R-dən asılı qrafikini məndən soruşur. Amma N sabit qalsın. N sabit qalsın. Təcilin belə bir düsturu var. 4pi kvadrat, N kvadrat R. Yenə düz mütənasibdir. Aydındır. Çox yazmaq olar da bunu. Məsələn, tutaq ki, mənə deyir ki, A-nın N-dən asılı qrafikini qur, amma R sabit qalsın. Deməli, dərhal bu düsturu yazırıq. A bərabər 4pi kvadrat, N kvadrat R. 4 sabit, pi kvadrat sabit, R sabit. Aynən düz kvadratikasıdır, bax belə. Qeyd eləmək olar. Aydındır. Bu oldu, deməli, mərkəzə qaçma təcili. Mərkəzə qaçma təcili istənilən nöqtədə çevrənin, deməli, mərkəzinə doğru yönəlir. İstənilən nöqtədə çevrənin mərkəzinə doğru yönələn təcilə mərkəzə qaçma təcili deyilir. Mərkəzə qaçma təcilinin, deməli, vahidi olacaq metr bölünmüş saniyənin kvadratı. Yəni, bunu başa düşdünüz də. İndi keçirik əsas məsələlərə. Mərkəzindən keçən ox ətrafında fırlanan disk. Bu nə deməkdir? Bax. Hörmətli abituriyentlər, bax, bir dənə disk çəkirəm, bax, belə, düzdür. İç-içə disk. Mərkəzindən keçən ox ətrafında fırlanır bunlar. Məsələn, bura olsun, məsələn, tutaq ki, 1 nöqtəsi, bura olsun 2 nöqtəsi, burada olsun, tutaq ki, 3 nöqtəsi, düzdür. Yadınızda saxlayın. Mərkəzindən keçən ox ətrafında fırlanan diskin periodlarıdır, tezlikləridir, sonra bucaq sürətləridir, dövrlər sayıdır, bir də dönmə bucağı. Bunlar dəyişmir. Bax, bunu hökmən yadınızda saxlayın. Bunlar dəyişmir. İndi birin nümunə kimi yazmıyor. Məsələn, T1 bərabər T2 bərabər T3. Digərində o cür yaza bilərsiniz. Məsələn, M1 bərabər N2 bərabər N3. Omega 1 bərabər Omega 2 bərabər Omega 3. Böyük M1 bərabər N2 bərabər N3. F1 bərabər F2 bərabər F3. Belə yazmaq olar. Aydındır. Bəs sürəti necə müqayisə edə bilərik? Sürətin düsturu V bərabər Omega R. Omega sabitdir. İndi baxırıq burada radiuslara. Birin radiusu 1-dən mərkəzə qədər olan məsafə. 2-nin radiusu 2-dən mərkəzə qədər olan məsafə. 3-ün radiusu 3-dən mərkəzə qədər olan məsafə. Və buradan da görürük ki, R3 böyükdür, R1 bərabər R2. Radiusdan da V düz mütənasibdir axı. Onda olacaq V3 böyükdür V1, bu da bərabər V2. Və eyni qaydada təcili də müqayisə eləmək olar. Omega kvadrat R, yəni omega sabit aynən R düz mütənasibdir. Onda olacaq A3 böyükdür A1, bu da bərabərdir A2. Aydındır. Bu oldu mərkəzindən keçən ox ətrafında fırlanan diskin hərəkəti. Başa düşdünüz? Yəni hansı kəmiyyətlər eynidir? Bunları hökmən yadda saxlamaq lazımdır. Hörmətli abituriyentlər, bir də var, deməli çevrə üzrə bərabər sürətli hərəkətdə, deməli üfüqi səthdə sürüşmədən diyirlənən disk. Bu nədir? Bax, bu nədir? Məsələn, bax, bir dənə primitiv bir dənə misal deyim sizə. Belə bir diskimiz var. Bu da yerdir, düzdür? Bu da yer olsun. Bu da yerdir. Deməli, bura A nöqtəsi olsun. Bura A nöqtəsi olsun. Bura O nöqtəsi olsun. Bura deməli R-dir. Bura B nöqtəsi olsun. Bura C nöqtəsi olsun. Burada D nöqtəsi. Bu da mərkəzindən keçən, deməli, üfüqi səthdə sürüşmədən diyirlənir. Və hörmətli abituriyentlər, burada bir şeyə diqqət edin. Hökmən və hökmən. Burada, deməli, yadınızda saxlayın. Burada periodlardır, tezliklərdir, bucaq sürətidir, dövrlər sayıdır, dönmə bucağı sabitdir.
Bax, xətti sürəti necə təyin edirik? Məsələn, A nöqtəsinin xətti sürəti. Ümumiyyətlə, xətti sürətin düsturu olacaq omega r. Omega sabitdir, V ilə r düz mütənasibdir. R nədir? R. Nöqtədən, təyin etdiyimiz nöqtədən yerə qədər olan məsafə. A nöqtəsinin radiusu yoxdur. Ona görə A-nın sürəti nə olacaq? 0. İndi keçək O nöqtəsinə. O nöqtəsinin radiusu. Bax, O-dan, R burada O-dan yerə qədər olan məsafə. Nə olacaq burada? Olacaq omega r. İndi keçirik B nöqtəsinin yerə nəzərən sürəti. Omega vır. Bax, indi B-nin radiusu nədir? Belə deyək, r. B-dən yerə qədər olan məsafə. Bax, bu. Bunu tapmaq üçün, yəni bax, bunu tapmaq üçün nə edirik? Bura r-dir, burada r-dirsə, həmin bax, bu məsafə var. Olacaq r kök altda 2. Pifagor teoremuna görə. İndi buna biz V desək, bu olacaq V kök altda 2. Bəs onda D nöqtəsinin yerə nəzərən sürəti nə olacaq? Omega vır, yenə də D-dən yerə qədər olan məsafə. Bu da eyni qaydada. Bax, bura R-dir. Bura R-sə, bura olacaq, nə olacaq? Bura olacaq R kök altda 2. Yenə də bax, bura yazsan R kök altda 2. Bu da eləcək V kök altda 2. Və C nöqtəsinin yerə nəzərən sürəti omega vır. Deməli, C-dən, bax, diqqətlə fikir verək. C-dən yerə qədər olan məsafə 2R deyil. Bu da eləcək, deməli, V kök altda 2. Üzr istəyirəm, 2V. Aydındır. Bu da oldu, deməli, yerə nəzərən sürətin tapılması. Ən sadə yol. Ən sadə yol. Bir də var, hörmətli abituriyentlər, deməli, qayışlı ötürmə. Qayışlı ötürmə. Qayışlı ötürmə o deməkdir ki, bir-biri ilə qayış vasitəsilə əlaqələnən ötürməyə deyirlər, qayışlı ötürmə. Bax, qayışlı ötürmə nədir? Ən sadə yol deyəcəm sizə. Başa düşəcəksiniz inşallah. Bax, tutaq ki, bu qayışdır. Bu olsun O, bu olsun O1. Deməli, qayış üzərində olan nöqtənin sürətləri bərabərdir. Tutaq ki, bu olsun, məsələn, bu olsun 2R, bu olsun R. Biz bilirik ki, yadınızda saxlayın. Qayışlı ötürmədə sürətlərdir. Bir də gedilən yollar bərabərdir. Qalan bütün kəmiyyətlər fərqlidir. Bax, məsələn, tutaq ki, mənə lazımdır periodları tapmaq. Birinci xətti sürətin düsturunu yazıram. 2πr böl t. Sonra 2πrn. Sonra yazıram omega r. Sonra da yazıram 2πr böl n böl t. Mənə lazım, məsələn, periodları müqayisə edəyəm. Onda nə edəcəm? Bax, bura fikir verin diqqətlə. Bax, V sabitdir. 2 sabit, pi sabit. Onda R ilə T düz mütənasibdir. Onda belə yazacağım. T A böl TB bərabərdir RA böl RB. RA nədir burada? 2R. RB də R'dir. Bərabər 2. Və buradan görürəm ki, A-nın periodu B-nin periodundan 2 dəfə böyükdür. Tezliyi də eyni qaydada yaza bilər. Tezliyi də belə də yaza bilərik. Tezliyi ilə period tərs mütənasibdir. Olacaq NA böl MB bərabərdir TB böl TA. TB-ni saxlayıram olduğu kimi. TA-nın da yerinə yazıram 2TB. Bu da olacaq 2-də 1. Yəni buradan alıram ki, B-nin tezliyi A-nın tezliyindən 2 dəfə deməli böyükdür. Belə də yaza bilərəm. Bucaq sürətini necə müqayisə edirsən, bax fikir verin. V bərabər omega R. V sabit. Omega ilə R tərs mütənasibdir. Onda belə yazacağım. Omega A böl omega B bərabərdir RB böl RA. RB nə idi burada? RB. RB deməli R idi. RA da 2L'dir. Nisbət 2-də 1 vermir mənə. Və buradan alıram ki, omega B bərabərdir 2 dənə omega A. Всё. Aydın oldu. Deməli, qayışlı ötürmədə belə. Yəni, eyni şeydir orada. Qayışlı ötürmədə də yəni
eyni burada həmin məsələləri həll edirsən. Və hörmətli abituriyentlər, bu çevrə üzrə bərabər sürətli hərəkət böyük bir mövzudur. Mən bunu 2 hissəyə böləcəm inşallah. Növbəti dərsdə davamını eləyəcəm. İnşallah Allahın izni ilə, deməli sentyabr ayına qədər deməli bizim qeydiyyatımız davam edir. Dərslərə qoşulmaq istəyirsinizsə, Sadiq Kamal bizim adımız, deməli müraciət edə bilərsiniz. Nömrəmiz də yəni WhatsApp-a hər gün yəni aktivdir. Yəni WhatsApp-a yaza bilərsiniz. Deməli onlayn dərslər haqqında məlumat vermək istəyirəm sizə, hörmətli abituriyentlər. Deməli onlayn və əyani formada dərslər təşkil olunur abituriyentlərə həftədə 3 dəfə. Həm əyani, həm də onlayn. Əyani məşğul olmaq istəyən bizimlə əlaqə saxlasın. Ünvan Qaradağ rayon Lökbatan qəsəbəsidir. Dərslər yüksək səviyyədə təşkil olunur, yüksək. Həm nəzəriyyə, həm də deməli testlərin izahları nöqtə və nöqtə. Yəni bir-bir abituriyentlərə izah olunur və həftə sonu da ödənişsiz imtahanlar olur. Ödənişsiz imtahanlar olur. Vaxt itirmədən dərslərə qoşulmağı sizə tövsiyə edirəm. Ciddi məşğul olan abituriyentlər deməli əlaqə saxlaya bilərlər. Diqqətinizə görə sağ olun.